İranda hicab qanunu ləğv edilib. Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur. Azad İran Telegram kanalının yaydığı məlumata görə bu fikirləri İranın Məsləhət Şurasının üzvü Məhəmməd Roza Bahonər deyib. Onun dediklərinə görə qanunun icrası artıq hüquqi nöqteyi nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnə bilməz. Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu polislərə də bəyan edilsin. Xatırladaq ki, bir müddət öncə İran prezidenti Məsud Pezeşkiyan da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz. Bəli, hər birimiz yaxşı bilirik ki, İranda din adı altında müxtəlif təzyiqlər göstərilir, xüsusilə həm qadınlara qarşı da və müxtəlif sərt qanunlar tətbiq olunur. Onların istənilən məsələlərində bu sərt qanunları biz müşahidə edə bilirik. Bütün bunların fonunda müxtəlif etiraz aksiyalarda Məhsa Əmininin rəhbərliyi ilə keçirilən etiraz aksiyalarını biz xatırladırıq və o öldürülmüşdü həmin aksiyalar zamanı və bu mübarizə artıq daha geniş hal almağa başladı və insanlar da öz hüquqları üçün vuruşmağa başladı ki, yəni bu məcburi ola bilməz. Yəni din adı altında insanları istəmədiyi məsələlərə zor tətbiq edirdilər və artıq bu uzun müddətli insanların aksiyaları ilə, etirazları ilə nə qədər itkilər oldu, nə qədər insan həyatını itirdi o aksiyalar zamanı, sağlamlıqlarında müəyyən problemlər yaşadılar və həmçinin nə qədər insan həbs olundu, edam olundu, edamların ardı-ardası kəsilmirdi. Dəqiqə başı biz edam xəbərləri alırdıq bu hadisələrlə bağlı və bu uzun müddətli mübarizə nəticəsində artıq rəhbərlik də görür ki, insanların bu narazılıqları fonunda zorla, güclə bir şey etmək olmur. Çünki nə qədər ağır zor tətbiq etsələr də, ağır necə deyək, onlara qarşı təzyiqlər göstərsələr də, ağır qanunlar qəbul etsələr də gördülər ki, insanlar mübarizəsini davam etdirirlər. Həmçinin də xanımların bu mübarizəsinə bir çox kişilər də dəstək oldu və bütün bunların fonunda artıq bu cür sərt qanunların artıq yavaş-yavaş səngidini görürük və qanunla da bunlar həyata keçirilir. Həmçinin İranda prezident dəyişikliyi Məsud Pezeşkiyanın da daha düşünürəm ki, humanist siyasətin nəticəsidir bu. Onun düşüncələri tamamilə fərqlidir. Biz onun istənilən siyasətində, onun fikirlərini, çıxışlarında da onun fikirlərinin necə bir fikirdə olduğunu müşahidə edirik. Həmçinin də daxili siyasətdə də insanlara qarşı daha humanist mövqedə, daha yüngül şəkildə siyasət həyata keçirməyə çalışır ki, daxili narazılıqları aradan qaldırsın. Çünki İranda müxtəlif digər problemlər də var, daxili problemlər də yaşanır ki, həmçinin də bu narazılıqların fonunda bu məsələ də var ki, yəni heç kimə heç nəyi zorla edə bilməz. Yəni hər bir insan azaddır və həyatını digərinə zərər vermədən istədiyi şəkildə yaşaya bilər. Yəni ölkənin dinlə idarə olunması insanların hüquqlarının tapdalanması anlamına gəlmir, amma görürük ki, biz İranda din adı altında insanların hüquqları tapdalanır və qadınlar əzilir. Daha çox bunu müşahidə edirik.